ABŞ-nin Minneapolis şəhərində polis əməkdaşları Freyre Island adlı atom elektrik stansiyasının üzərində 6 parlaq halqadan ibarət naməlum hava hadisəsini qeydə alıblar. Bugün TV xəbər verir ki, bu barədə Daily Mail yazıb. Məmurlar obyektin təxminən 10.000 fut hündürlükdə havada asılı vəziyyətdə olduğunu, həm yavaş, həm də hipersəs sürəti ilə hərəkət etdiyini və heç bir səs çıxarmadan qalxma qüvvəsi yaratdığını qeyd ediblər. Nəşrin məlumatına görə, uçan naməlum obyekt Freyre Island'ın üzərində müşahidə olunub və az qala helikopterlə toqquşub. Adının açıqlanmasını istəməyən şahidlər, həmçinin ABŞ hərbi dəniz qüvvələrinin keçmiş pilotu Ryan Gravesin rəhbərlik etdiyi Americans for Safe Aerospace adlı qeyri-kommersiya təşkilatına məlumat veriblər. Onlar bildiriblər ki, qəribə obyektləri avtomobil dayanacağından durbinlə müşahidə ediblər. Lakin nəşrin danışdığı mütəxəssislər şahidlərin və polis əməkdaşlarının həqiqətən də Freyre Island gördüklərinə şübhə ilə yanaşıblar. Onlar şahidlərin çəkdiyi videonu təhlil edərək bildiriblər ki, səmada görünən obyekt böyük ehtimalla beynəlxalq kosmik stansiya olub. Beynəlxalq kosmik stansiya son günlər bu bölgənin üzərindən keçirdi və bu çox parlaq görünürdü. Videoda gördüyümüz bu ola bilər, amma daha çox detallara ehtiyacımız var. Enigma Labs-ın məsləhətçisi Alejandro Rojas bildirib. O həmçinin qeyd edib ki, uzaqda görünən kiçik işıq nöqtəsi atmosferin təsiri ilə rəngli kimi görünə bilər, amma əslində belə deyil. Buna görə də şahidlər obyektin ətrafında rəngli halqalar gördüklərini düşünərək səhv edə bilərlər. Hüsniyə Salmanova, Bugün TV.